Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. Dinimizdə ər-arvad arasındakı sevgi necə olmalıdır? Dinimizdə ər-arvad arasındakı sevgi Allah Rəsulunun xanımlarına olan sevgisi kimi olmalıdır. Bir dəfə xanım Ayşə Allah Rəsulunu qəzəbləndirir. Allah Rəsulu da ona həmişə xüsusi xanım Ayşəyə bir sevgisi olub. Adına Hümeyra deyir. Hümeyra qırmızı yanaqlı deməkdir. Bir gün Allah Rəsulu bir əlində düyün bağlayır. Xanım Ayşə deyir ki, ey Ayşə, səni bilirsən nə qədər sevirəm. Deyir ki, ey Allahın Rəsulü nə qədər? Deyir, kör düyün kimi. Kör düyün, yəni bu əlində gördüyün düyün var. Deyirlər, kör düyündür, açılmır, bilmir, çətin açılır. Xanım Ayşə Allah Rəsulü qəzəbləndirər, deyir ki, ey Allahın Rəsulü, bəs mənə olan sevgin azalıbmı? Deyir ki, elə o kör düyün kimidir. Kör düyün necədirsə dəyişən bir şey yoxdur. Təbii ki, ailə daxili müəyyən narahatçılıqlar zaman-zaman ola bilir, olması da təbiidir. Amma bir nəfər olur, bunlar dostlar otururlar, söhbət edirlər. Hər kəs öz ailəsindəki olan narazılıqlardan danışır. Görürlər ki, bir nəfərin səsi çıxmır, sakit dayanıb. Deyirlər ki, nədir, sənin evində hər şey yaxşıdırmı? Səndə heç bir problem yox, danışmırsan. Deyir, yox, bizdə də problemlər var. Amma mən ailə həyatı quranda xanımıma dedim ki, mən vəli olanda sən dəli olasan, sən dəli olanda mən vəli olacam. Yəni nə deməkdir? Mən Allaha dostluq məqamına çatanda ki, mən Allahın dostuyam, övliyayam, Allah istədiyi kimi bir həyat yaşayacam. Sən dəlilik eləyirsən, sən dəli olduğun zaman mən vəli olacam. Yəni sənə bir övliya kimi davranacam ki, sənin dəliliyin yatsın, əsəblərin sakitləşsin və sən normal öz həyat tərzinə qayıdasan. Mən də dəli olanda sən vəli olasan. Yəni mən də nə vaxt qəzəbləndim, özümdən çıxdım, o zaman da sən bir vəli müamiləsi göstərəsən mənə. Və buna nə deyirlər? Biri od olanda biri su olsun. Ailədir, biri od ola bilər, biri qəzəblənə bilər. Qəzəbli ağılda başda ağıl olmur. Və belə olduğu təqdirdə də insanlar bir çox törətdikləri fəlakətləri, ailə daxili cinayətləri qəzəblərindən törədirlər. Hər nə qədər biz o insanlara haqq qazandırmasaq da, amma həbs həyatı yaşayan insanların əksəriyyətindən soruşsaq ki, bu etdiyin işi doğru mu edirsən, psixoloji vəziyyəti normal olmayanlar xaric, yəni əksəriyyəti etdiyi əməldən peşman olduğunu bildirir ki, bir dəfə qəzəbləndim, hansısa cinayət törətdim, amma indi 15 il, 20 il, 10 il azadlıqdan məhrumam. Bunun üçün də insan düşünməlidir, təfəkkür etməlidir. Hər kiçik şeydən ötərin evdə, ailədə söz-söhbət salmamalıdır. Məsələn, dinimizin əmri bundan ibarətdir ki, kişi evə gələndə qapını döysün və ailə üzvünü xəbərdar etsin. Hər nə qədər öz evi də aça bilər, rahat daxil ola bilər. Amma ən azı bir öskürəklə evə daxil olubdur, bir səs-küy eləsin ki, ailə üzvü xəbərdar olsun. Və yaxud Allah Rəsulu döyüşlərin birindən qaydanda Mədinədə gecə vaxtı şəhərə daxil olunmur. Gözləyirlər, səhər açılır, səhər daxil olurlar. Bunun mənası nədən ibarətdir? Yəni bir kişi öz qapısını döyürsə, evini döyürsə, illa da xanımı güdməməlidir, uşaqlar güdməməlidir. Görüm kim harada telefonda nəyə daxil olub, nəyə baxır, hansı verilişə baxır. Qoy əgər xanım normal şəkildə evdə oturmayıbsa, uzanma forması normal deyilsə, qida forması, hansısa davranışı fərdi həyat tərzidir, yaşayırsa, o xəbərdar olsun, həyat yoldaşım gəlib özünü düzəlsin. Əgər sən hansısa bir davranışından xoşun gəlməyəcəksə, mütləq mənada söz-söhbət olacaq. Səhabələrin Allah Rəsulunun tövsiyəsinə əsasən gecə Mədinəyə daxil olmamalarının səbəbi bundan ibarət idi ki, gecə vaxtıdır, xanımların səliqəsi yerində olmaya bilər, saç başları normal formada olmaya bilər və bu da həyat yoldaşlarına bir ikrah hissi yarada bilər. Onun üçün də onlar gecəni gözlədilər, səhər açıldı və səhər açıldıqları zaman öz evlərinə daxil oldular. Bugün xanımların baxım məsələsinə diqqət yetiririk ki, əksəriyyət xanımlar evdə ailəsi üçün öz baxımlarına diqqət yetirmirlər. Amma kənarda, çöldə, evdən çölə çıxarkən bahalı ətirlərdən istifadə edilir, müəyyən bəzək əşyalarından istifadə edilir. Amma halbuki bir xanım həyat yoldaşının rizası olmadan digər insanlar üçün ətir vurub, o ətirlə ətrafa yayırsa, Allah və mələklərinin lənətinə gəlmiş olar. Məsələ bu qədər sərtdir. Amma əfsuslar olsun ki, biz dinimizin hökmlərini bilmədiyimiz zaman, bilib
qulaq ardına verdiyimiz zaman bu kimi sərt töhmətlərdən kənarda qalmış oluruq. Amma halbuki ətir nə üçündür? Ətir sənin ailən üçündür, ailən üçün vura bilərsən. Bəzənmək, o bəzək əşyalarından istifadə etmək ailən üçündür ki, burada hər hansısa bahanələr bəzi xanımlar gətirib öz səliqəsinə diqqət yetirməyə bilir. Bunun üçün də bu məsələlərə daha çox diqqət yetirməliyik ki, ailə daxili münaqişələrə gətirib çıxarmasın, kişi diqqətini, fikrini kənara yönəltməsin, bütün sevgisini ailəsinə yönəltsin və sevgi sadəcə baxımda deyil, digər tərəfdən də dinimizi yaşamaq hər bir tərəfin öz vəzifəsidir. Ancaq sui-istifadə olmamalıdır ki, xanım öz dinindən istifadə etsin ki, dində mənim hüquqlarım belədir, kişi desin, dində mənim hüquqlarım belədir və qarşılıqlı bir-birləri ilə ancaq mübahisə hər öz haqq davasında olmasın. Bəzən haqlı mübahisədən belə çəkinmək insana savab qazandırır. Allah Resulü ki, haqlı olsanız belə mübahisədən çəkinin. O zaman da insan haqlı mübahisədən çəkindiyi zaman savab qazanmış olar.